Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Son vaxtlar prezidentə qarşı yönələn təxribatlar barədə fikirlərini bildirən Qüdrət Həsənquliyev deyib ki, iqtidara yaxın siyasi ekspertlər açıq söyləyirlər ki, bu təxribatlar qonşu ölkə tərəfindən təşkil olunur və bunun cavabı olacaq. Priqojinin Moskvaya yürüşü zamanı yüksək Çinli dövlət adamlarının öz ailələrini ölkədən çıxarması barədə də məlumatların yayıla biləcəyi barədə xəbərdarlıq da edilib. Bilirsiniz, ingilislərdə belə bir deyim var. Hər kəsin açılmasını istəmədiyi bir sirri var. Siyasətlə məşğul olmaq kişilikdən imtina demək deyil. Dalaşanda da barışmağa yer qoymaq lazımdır. Hər zaman etibarlı tərəfdaş olduğunu söyləyən İlham Əliyev Putinin ona xəyanət etməyəcəyinə inandığını söyləmişdi. Çox istərdim ki, prezidentə yönəlmiş təzyiqləri və təxribatlara dərhal son qoyulsun. İlham Əliyev Qarabağı işğaldan azad etməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazıb. Gələcək nəsillər bunun əsl qiymətini verəcək. İnanıram, o xalqımızın qarşısında dayanan digər ağır problemləri də həll etmək gücündədir. Ona qarşı təşkil olunan hibrid savaş xalqımız tərəfindən qınanır və qəbul olunmur. Bu cür təxribatlarla nə prezidenti, nə Azərbaycanı sarsıtmaq olmaz. Regionda və dünyada böyük geosiyasi dəyişikliklər baş verir. Rusiyadan sonra ikinci qonşumuz İran da müharibə astanasındadır. Xalqımız bu çağırışları və dəyişikliklərə hazır olmalı, bir yumruq kimi birləşməlidir. Bu təxribatlar hansı məqsədlə təşkil oluna bilər? Sualını deputat Qüdrət Həsənquliyev belə cavablandırıb. Əgər həqiqətən bu təxribatların arxasında Rusiya dayanıbsa, bu Ermənistanla yaxınlaşmaya, Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına və bizim bunu dəstək verməyimizə, ABŞ ilə strateji tərəfdaşa çevrilməyimizə görə ola bilər. Azərbaycanın Ukraynaya humanitar yardım etməsi və müstəqil xarici siyasəti, o cümlədən də ola bilsin Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşulmamağımız da onları qıcıqlandıra bilər. Onu da qeyd edim ki, bunun Rusiya ilə müharibə vəziyyətində olan üçüncü dövlətlərin xüsusi xidmət orqanları tərəfindən təşkil olunma ehtimalı da var. Onlar Rusiya-Azərbaycan münasibətlərinin geri dönməz səviyyədə korlamaq üçün bunu edə bilərlər. Avropadakı Rusiya və ermənipərəst dairələr Azərbaycana sanksiyalar tətbiq olunmasına nail ola bilərmi? Sualına cavab olaraq partiya sədri deyib ki, bunun qarşısını almaq üçün çevik siyasət aparmalı, Qərblə aktiv formada işləməliyik. Əleyhimizə qəbul olunan qərarlara görə küsmək və qarşılığında tərəfimizdən güc nümayişi effektli olmaya bilər. Yaxşı nəticə verməz. Azərbaycan Qərblə əməkdaşlıq edirsə və bizim ixrac məhsullarını əsasən onlar alırsa, müəyyən məsələlərdə qarşılıqlı güzəştlərə getməyə də bacarmalıyıq. Çünki iqtisadiyyatımız neft gəlirlərindən asılıdır. İranın sanksiyalardan necə əziyyət çəkdiyini və hansı vəziyyətdə düşdüyünü görürük. Rusiya ilə qarşı durmada Azərbaycan Qərbbdəki tərəfdaşlarına nə qədər güvənə bilər? Sualına cavabında Qüdrət Həsənquliyev deyib ki, bizim Türkiyə kimi təbii müttəfiqimiz var, amma xarici siyasətimizi quranda da öz gücümüzü hesablamalı və ona əsaslanmalıyıq. Xristianlar deyirlər ki, şeytanlar yolunu azmış mələklərdir. Bugün mələk kimi gördüyümüz və güvəndiyimiz Qərbdəki bəzi tərəfdaşlarımız bir gündə yollarını azıb şeytana çevrilə bilər. Rusiya ilə münasibətlərin bərpasını mümkün sayırsınızmı? Sualına cavabında isə Qüdrət Həsənquliyev deyib. Rusiya hazırda nə bizimlə, nə Mərkəzi Asiyadakı Türk respublikaları ilə münasibətlərdəki gərginliyi aradan qaldırmağa və münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazır görsənmir. Görünür, Ukraynadakı uğursuzluq müəyyən kompleksləri yaradıb. Əminəm ki, Ukraynada savaş bitəndən sonra Rusiya münasibətləri bərpa etmək üçün gərəkən addımları atacaq.